Baxın, millətin belə çox olan vaxtı hər yerdə, yeməkxanalar, turistlər hamısı yemək və gəzmək davasında ikən biz hara gedəcəyik? Bazara. Çünki saat 4-ün yarısıdır, axşam bazarıdır və meyvə almaq istəyirəm. Mən market meyvələri yeyə bilmirəm. Onlar hamısı genetik dəyişilmiş, eybəcər meyvələrdir. Mən istəyirəm normal meyvə yeyim. Yerli məhsul, təmiz məhsul, kətçi məhsulu. Hay Allah, dayanmaq yox ya. Nəylə gedirsinizmi? Gedək bazara. Dənizimizə getdik, çimdik, dağımıza çıxdıq, indi də bazara gedirik. Bu gözəllikləri çəkməyə bilmirəm, ona görə bir daha sizə çəkməliyəm. Düzdür, işıq o tərəfdən düşmür. Əslində, elə gedək. Elə gedək görək başımıza nə gəlir. Gardenia Hotel. İndi sizə bir tərk elə bilər ki, küçələri niyə çəkirəm. Əslində bloger çox şeyləri insanlara aşkar, aydınlaşdırmaq üçün çalışmalıdır. Yəni siz elə bir çəkiliş eləmək istəyirəm ki, çünki mən özüm də blogerdə görüb küçələri tanımışam və ona görə də arxayın gedirəm bu yolları. Mən istəyirəm siz də bu yolları gedib gələ, hər yeri tanıyasınız. Gələndə artıq bütün sizdə təsəvvür olsun ki, siz hardasınız, hansı tərəfə getməlisiniz, harda nə yerləşir. Aydın oldu mu? Bəli. Mən desən tez dönmüşəm. Mən bu qızla dünən danışmışdım. Həri. Bura Atatürk prospektidir. Mərkəzi küçələri budur. Mən elə bil biraz tez döndüm. Gəlin biraz da o yana gedək. Grand Zaman Beach. Çox elə pafos binaların heç vaxt içi fərqli olur. Yəni biləsiz. İnsanlar da elədir. Nə qədər görünüş qəşəngdir, bir o qədər yalan var. Gedək görək bu dəfə hara çıxırıq. Əslində küçələri səhv salmaqdan elə ehtiyat eləyən adam deyiləm. Fikirləşirəm ki, bu küçələrin hamısını tanıyasınız. İyi də bax, dağ oradadır. Dağa tərəf getməliyik yolsuzda, bazar oradadır. Burada istənilən yeməyin içində əsas məsələ ətdir. Bunlar əti bahadır deyə mümkün daxilində oyunlar eləyirlər. Ət tökmürlər xorəyə. Və o da içinə cürbəcür ədviyyatlar falanlar doldururlar. Birinci adamın mədəsini zədələyir. İkincisi də tutarı olmur da. Elə şey sevmirəm. Xoşlayıram ki, tutarı olsun. Aha, bunlar nə ağaclardır? Limon olsa mənə deyin, oğurlayaq limonu. Bayağı bir dənəsini verdilər oradan. Aha, avokado ağacım üçün üstündə işləyək. Bu apelsindir. Apelsin istəmirəm. Neynirəm ya apelsin? Oralarda limon ola bilərik. Burada biraz baxaq onlara. Deyirsən elə mən oradan vermişdim limonu. Qoy baxım deyəcəm.
Mənim əsas məqsədim çox yürümək və eyni zamanda maraqlı yerlər görmək. Yəni çəkirəm ki, kimsə hardasa otel axtarırsa, görsün necədir görünüşü. Adilə. Bizim Adilənin olmaz ki bura. Hər şey çıxar onlardan. Qoy görək. Bütün otellərin arası ilə geyirəm. Aquas Candelor Otel. Görürsünüz mü? Qalxdıqca otellərdir. Bir neçə küçədən sonra artıq otellər qutaracaq. Dağa yaxın oteldə heç kəs qalmaq istəmir axı dənizdən uzaq. Deməli gəldim balıq bazarına. Bax belənçiyinə restorancıqlardır. O tərəfdə də balıqlar satılır. Deməli bir dənə dara da götürdüm 170 lirə və gətirdim bura. Dedim ki, mənə pişirsinlər. Amma oturub yemək istəmirəm. Çünki burada salat qoyurlar yanına, nə bilim nə qoyurlar 220 liraya çıxır. Amma mənə dedim bircə dənə pişirin verin 50 liraya razılaşdılar. Deməli 170 lirə balıq, pişirməyi də 50 lirə olur 220 lirə. 220 liraya mən bir dənə darada yeyəcəm. Heç də pis deyil. Gördünüz, ekonom variantları sizə göstərirəm. Baxın, nələr var, asminoklar, zatlar. Mən asminok zadı yeyən deyiləm. Darada mən yemişəm, Almaniyada çox gözəl pişirilmişdi, yemişəm. Onun dadı hələ də damağımda qalıb. Ondan sonra mən bir dəfə şeydə yemişəm daradanı, deyim sizə, Bodrumda. Yoxsa Marmaris'te dəqiq bilmirəm. Ya Bodrumda, ya Marmaris'te. O da xoşuma gəlməmişdi, dadlı deyildi. Bu da nə dadlı olacaq sizə deyəcəm. Aha, seçtik. Vereceğim ben sana. Bunların üstüne var ya, şöyle böyle su bocayıp da şu siyah koyuyoruz. Izgara süper olur. Asminoklar. Hasan'a ızgara kalamar isteyenler, Hasan'a ızgara kalamar. Abi adama ahtapot yok da kalamar yok. Kofesine baxır ki, görün bəxtimə nə çıxacaq. Allah benden abi. Göstərir. Kofede görün nə çıxıb deyir. Bak bak bak. Oscar. Abi. Hepsi çok da var. Bunun içinde var. Bunun içinde var. Bu da balık. Bunun mu şey yok? Şunu yapalım. Dursun. Açsınlar ya içine yeriz. Qadalara baxın. Xarab olub gedir üstündə qaralıb. Salxım kimi çallanıb. Niyə belə xarab olur bunlar? Baxın, Sulxamda nə qədər limon avokado var. Bu da balıqdır. Bişirtdirmişəm və gedib yeyəcəm. Bu da doğulu ağaclar. İndi belə küçələrlə gedirəm. Ara küçələrdir. Apart otellər var, amma əsasən evlərdir. Bura ucu öz məhəllələridir. Baxın. Burada görürsünüz təzə binalar hələ də tikilir. Bura məktəb, hər 100% bildim. Bax bundan yuxarı qalxsan, ora çıxırsan. Bizdə, bu da həmənki ev. Bildim. Bu evin yanından dönüyor. Bu dəqiqə tapacağım evi. Kitabın yanından keçir həmişəm. Bu dəqiqə görüm tapa bilirəmmi? Baxın,
Mən gəlib tapmışam o binanı. Sonra neyle gəlir? Bak bura bindim. Orada da Veysebek yolu var. 100%. Gəlib tapmışam. Bu görək. Amma çox dağın təpəsidir ya. Qalxdıqca qalxırsan. Çox hündürdədir. Nə bil ki, bazardan da hündürdədir. Yəni bu yolu düşüb çıxmaq baxın. Bu küçələrlə düşürsən aşağı. Buradan da düşmək olur, amma qabaqdan düşmək daha yaxşı. Belə meyvə yerlərindən meyvə almaq olur, amma çox bahadır. Biz məqsədimiz ancaq ucuz qiymət, ucuz fiyatla istirahət etmək. Bunlar niyə kurtka giyiniblər sən Allah, təzədir yəqin. Ona görə. Olmuş. Olmuş. Şuradan aşağı. Ne yol bilen? Podoloży. Alanla ayak. Podoloży klinikası. Biləm. Dağ qaldı dalda. Biz belə düşürük aşağı. Ve gelip eve çatandan sonra qəşəng belə dəniz mənzərəsi ilə, baxın, dənizə varım kız. Oturursan belə qəşəng stolda və oturursan yeməyə. Baxın balığa. Restoran necə lazımdır. Dağadır, ən dadlı balıqdır. Bax indi mən burada belə dənizə baxa-baxa balığımı yiyəcəm. Cəmi 220 liraya. Öyrənin. Söz mən bunu sizə çəkməliyəm. Bu mənzərə ilə oturub yediyim balıqdan görünmə qaldı. Başınacan bir. Necə dadlıydı. Necə dadlıydı siz heç cür təsəvvür edə bilməzsiniz. Ay bizdə orada verirlər, Şıxov tərəfdə. O bunun yanından heç yel ödüb gecə bilməz. Çox dadlıydı. Yeriniz məlum. Öpürəm hamınızı.